Ona vaxt ki, müsəlman, iman gətirən insan hardan gəlib, hara getdiyini bildiyi zaman, onda o insanın həyatı da mənalı olur. Hətta atdığı addımı belə nə üçün atdığını bilir. Bir müsəlman, bir alim, qeyri-müsəlman bir həkimlə, professorla mübahisə edir. Və ona deyiləndə ki, sənin yaradılış qayən var, hədəf var, hikmət var sənin yaradılışından, o deyir ki, yoxdur. Yəni, insan elə-belə yaradılıb. Deyir ki, yaxşı, sən özün həkimsən. Bu bədəndə orqanlar var. Ürəkdir, ciyərdir, böyrək, dalaq. Yəni, bunların hikməti varmı? Bunların vəzifəsi varmı? O həkim deyir ki, bəli, onların vəzifəsi var, hikməti var. Onların vəzifəsini, hikmətini bilməyən bir insan həkim ola bilməz. Hər bir həkim onların vəzifəsini bilməlidir. Deyir, yaxşı, onda o orqanları əhatə edən bədənin hikməti nədir? Deyir ki, o bədənin hikməti yoxdur. Yenə başı düşmür. Yaxşı, ayaqqabı geyinirsən. Bu geyindiyin ayaqqabın hikməti varmı? Deyir ki, var. Yəni, ayaqqab geyilməkdən ötürüdür, yəni boş yeri deyil. Yaxşı, bəs ayaqqabı geyən insanın hikməti varmı? Deyir, insanın yoxdur. Deyir ki, onda sən ayaqqabıdan aşağı oldun ki, ayaqqabıdan da aşağı oldun ki, ayaqqabın hikməti var, insanın yoxdur. Heç vaxt, yəni belə bir şey ola bilməz. Ona görə insan düşünməlidir ki, Allah Teala insana ən birinci olaraq varlıq nemətini verdi. Varlıq nemətini verdi. Yəni var idi ki, 30, 40, 50, 60 il əvvəl sənin adında bir kimsə yox idi. Allah Teala sənə varlıq nemətini verdi. Və həmçinin bundan sonra sənə insanlıq nemətini verdi. Yəni səni Allah Teala heyvan olaraq yaratmadı. Səni cansız əşya olaraq yaratmadı. Və bundan sonra Allah Teala sənə İslam nemətini verdi. İslam neməti. Ona görə insan bu nemətləri xatırlayaraq bu nemətləri dəyərləndirməlidir ki, Allah Teala o neməti bərəkətli etsin.